Salam dəyərli tarixsevərlər və abituriyentlər. Bugün sizinlə Azərbaycan tarixinin ən qədim dövlətlərindən biri olan Atropatena haqqında öyrənəcəyik. Hazırsınızsa başlayaq. Atropatena dövləti eramızdan əvvəl 4-cü əsrin sonlarında İskəndərin imperiyasının süqutundan sonra Makedoniyalı İskəndərin sərkərdəsi olan Atropat tərəfindən müstəqil dövlət kimi qurulmuşdur. Adı ilə Atropatın adından götürülüb. Əsasən Cənubi Azərbaycan, eləcə də Azərbaycan Respublikasının cənub torpaqlarını əhatə edirdi və onun, yəni Atropatena dövlətinin paytaxtı qədim Qazaka şəhəri olmuşdur və Qazaka şəhəri, yəni Cənubi Azərbaycan ərazisində yerləşir. Ölkə əkinçiliyi, maldarlıq, sənətkarlıq və ticarətlə zəngin idi. Burada qədim od məbədləri mövcud idi və Zərdüştlük dini geniş yayılmışdır. Və hətta buna misal olar, yəni